Manna dövləti. Dövlətin yaranması. Erkən dövlətlər zəifləyib süqut etdikdən sonra Urmiya gölü hövzəsində çoxsaylı xırda vilayətlər meydana gəldi. Hər vilayətin öz başçısı, öz mərkəzi, şəhər qalası vardı. Onların içərisində ən güclüsü Zamoa idi. Urmiya gölünün cənub hissəsində yerləşən bu vilayətdə əvvəllər Lullubilər məskunlaşmışdı. Vahid və güclü dövlət olmadığı üçün bu ərazilərə qonşu dövlətlər ardıcıl hücum edirdi. Hücumlar eramızdan əvvəl 9-cu yüzillikdə daha da gücləndi. Urmiya gölü hövzəsi şərqin qüdrətli dövlətləri Aşşur və Urartu arasında mübarizə meydanına çevrildi. Dağıdıcı basqınların nəticələri isə kədərli idi. Əhalinin sərvətləri talan edilir, minlərlə insan əsir aparılırdı. Artıq vilayətlərin birləşməsi yadellilərə qarşı birgə mübarizəsi zərurətə çevrilmişdi. Dövlət müəyyən bir ərazidə yaşayan əhalini qanunlara əsaslanaraq idarə edən siyasi təşkilatdır. Birləşmə prosesində Zamoa hakimləri mühüm rol oynadılar. Vilayətlər ya könüllü, ya da zor gücünə birləşdirilirdi. Nəticədə eramızdan əvvəl 9-cu yüzillikdə Manna dövləti meydana gəldi. Mannanın adı ilk dəfə eramızdan əvvəl 843-cü ildə buraya yürüş etmiş Aşşur hökmdarının kitabəsində çəkilir. Kitabədə məlum olur ki, hökmdar Zamoa ərazisində Munna adlı tayfa ilə rastlaşmışdı. Manna adı mənşəcə yerli idi. Bu ad əvvəlcə Urmiya boyu tayfalardan birinə məxsus olmuş, sonra Mannalıların birləşdiyi torpaqların hamısına yayılmışdı. Dövlətin ərazisi və siyasi quruluşu. Manna dövlətinin ərazisi indiki Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi. Şimalda Araz çayı dövləti qoruyan təbii maneə rolunu oynayırdı. Cənub-şərq istiqamətində Midiya ilə qonşu idi. Manna qərb tərəfdən Aşşur, şimal-qərbdən isə Urartu dövlətləri ilə həmsərhəd idi. Dövlətin paytaxtı İzirtu şəhəri olmuşdur. Manna Azərbaycan torpaqlarında meydana gələn quldar dövləti idi. Bütün hakimiyyət hökmdarların əlində cəmləşmişdi. Hökmdar yanında Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Ağsaqqallar hökmdara məsləhətlər versələr də, son qərarı hökmdar özü qəbul edirdi. Hökmdar İranzudan başlayaraq hakimiyyət irsən atadan oğula keçməyə başladı. Beləliklə, Manna idarə etmə üsuluna görə monarxiya oldu. Monarxiya tək hakimiyyətlilikdir. Ali hakimiyyətin hökmdarın əlində cəmləşdiyi dövlət idarə etmə formasıdır. Manna əhalisi eramızdan əvvəl 3-2 minilliklərdə Urmiya gölü hövzəsində yaşamış Kuti, Lullubi, Su, Turukki və sair tayfaların varisləri idi. Təsadüfi deyil ki, eramızdan əvvəl 8-ci yüzilliyə aid Aşşur kitabələrində Kuti ölkəsi, Lullubi ölkəsi kimi ifadələr hələ də qalmaqda idi. Qonşu dövlətlərlə münasibətlər. Manna dövləti eramızdan əvvəl 9-cu yüzillikdə yaransa da, hələ o zamanlar bütün vilayətləri əhatə etmirdi. Ölkə daxilində vəziyyət gərgin idi. Bəzi vilayətlərin hakimləri müstəqil fəaliyyət göstərir, mərkəzi hakimiyyətə tabe olmurdular. Bu isə Mannanın işğalçılara qarşı müqavimət gücünü zəiflədirdi. Amansız və dağıdıcı yadelli yürüşləri birləşmə prosesini sürətləndirdi. Mannanın mərkəzləşmiş dövlətə çevrilməsi hökmdar İranzunun eramızdan əvvəl 740-719-cu illər dövründə baş tutdu. Müdrik hökmdar diqqətini ilk növbədə dövlətin daxili işlərinə yönəltdi. Vilayət başçıları idarəçilikdən uzaqlaşdırıldı. Onların yerinə hökmdara tabe olan canişinlər təyin edildi. Manna mərkəzləşmiş dövlətə çevrildi. Ölkə daxilində sabitlik yaradıldı. Mərkəzləşdirilmiş dövlət əyalətlərin birbaşa mərkəzi hakimiyyətin təyin etdiyi məmurlar tərəfindən idarə edilməsidir. İranzu iki od arasında qalmışdı. Bir tərəfdən Urartunun, digər tərəfdən isə Aşşur dövlətinin ölkəyə basqınları səngimirdi. Hər iki dövlət Mannanın bərəkətli torpaqlarına, zəngin sərvətlərinə sahiblənməyə çalışırdı. Urmiya gölü hövzəsi uğrunda bu iki dövlət arasında mübarizə daha da şiddətlənmişdi. İranzu məhz bu şəraitdən istifadə etmək qərarına gəldi.
Tezliklə güclü Aşşur dövləti ilə müttəfiqlik münasibətləri quruldu. İranzu Urartu təcavüzünü dəf etmək üçün Aşşur ilə birlikdə mübarizə aparmağa üstünlük verdi. Qüvvələr nisbətini düzgün hesablayan Manna hökmdarı bu ittifaqdan yararlana bildi. Urartu məğlub oldu və işğal etdiyi Manna torpaqları geri qaytarıldı. Beləliklə Manna güclü dövlətə çevrildi. Hakimiyyətinin sonuna yaxın İranzuya qarşı daxili narazılıqlar yenidən baş qaldırdı. Urartunun da müdafiə etdiyi vilayət hakimləri, hətta bəzi canişinlər üsyan qaldırdılar. Manna hökmdarı müttəfiqi Aşşur dövlətindən yardım istəməyə məcbur oldu. Aşşur hökmdarı 2. Sarqonun köməyi ilə üsyan yatırıldı. Buna baxmayaraq ölkədə daxili narazılıqlar qalmaqda idi. İranzunun ölümündən sonra oğlu Aza hakimiyyətə gəldi. Lakin o atasının siyasətini davam etdirə bilmədi. Ölkəni qarışıqlıq bürüdü. Aza düşmənlərinə üstün gələ bilmədi və öldürüldü. Manna taxt tacına Azanın qardaşı Ullusunu yiyələndi. O Aşşurun düşmənlərinin tərəfinə keçdi. Aşşur hökmdarı 2. Sarqon yaranmış vəziyyətlə barışmaq niyyətində deyildi. O eramızdan əvvəl 716-cı ildə böyük qoşunla Mannaya yürüşə başladı. Paytaxt şəhəri İzirtu talan edildi. Azanın qatillərindən biri tutulub sərt şəkildə cəzalandırıldı. İranzu ilə münasibətlərini yada salan 2. Sarqon Ullusunu əfv etdi. Ullusunu Aşşur dövlətinin siyasi üstünlüyünü tanıdı və hakimiyyətinin sonuna qədər Aşşur ilə ittifaqı pozmadı. 2. Sarqon Manna hökmdarının Urartuya verməyə məcbur olduğu qalaları Ullusunuya qaytardı. Görünür, o Mannada Aşşur əleyhinə əhval-ruhiyyəni qızışdırmaq istəmirdi. Eramızdan əvvəl 714-cü ildə isə müttəfiqlər müqavilə imzaladılar. Bu müqavilə Mannaya hücumlarını davam etdirən Urartu dövlətinə qarşı yönəlmişdi. Razılaşmaya görə Ullusunu Aşşur ordusunu ərzaqla təmin etməli idi. Əvəzində 2. Sarqon Urartunun işğal etdiyi əraziləri Mannaya qaytarmağa söz verirdi. Eramızdan əvvəl 714-cü ildə hərbi səfərə başlayan 2. Sarqon Urartu hökmdarı 1. Rusanı məğlub etdi. Bu onun Urartuya ən uğurlu yürüşü idi. Aşşur hökmdarının qələbə münasibəti ilə yazdırdığı kitabədə deyilirdi: "Mən qəddar düşmənin ayağını Manna ölkəsindən kəsdim, Ullusununun qəlbini razı saldım." Bu qələbədən sonra Urartu zəiflədi və bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Ərazi bütövlüyünün bərpa edilməsi və daxili sabitliyin qorunması Mannanı gücləndirdi. Müstəqil siyasət yürüdən hökmdar. Eramızdan əvvəl 7-ci yüzilliyin birinci yarısında Kimmerlərin və İskitlərin Cənubi Qafqaza yürüşü tarixin gedişatını dəyişdi. At üstündə döyüşən bu cəngavər tayfalar Anadoludan, yəni indiki Türkiyə ərazisindən keçib Misirə qədər gedib çıxdılar. Onlar özləri ilə yeni döyüş üsulları gətirmişdilər. Yüngül zirehə bürünən İskit atlıları düşməni ox yağışına tutur, döyüş arabalarından geniş istifadə edirdilər. O vaxta qədər əsasən piyada döyüşməyə üstünlük verən şərq ölkələri bu hücumların qarşısını almaqda çətinlik çəkirdi. Aşşur dövləti də bu hücumlardan yaxa qurtara bilmədi. İskitlər Aşşurun paytaxtı Ninevaya da hücum etdilər. Arxeoloqların dağıdılmış Ninevanın qala divarlarından İskit oxuculuqları tapması bu faktı təsdiq edir. Manna hökmdarı Ahşeri İskitlərlə dostluq münasibətləri qurdu, onları öz ölkəsində yerləşdirərək ordusunu gücləndirdi. Ahşeri yaranmış şəraitdən istifadə edərək Aşşur dövləti ilə ənənəvi ittifaqı pozdu. Mannadan Aşşur xəzinəsinə ödənilən xərac dayandırıldı. İskitlərin gəlişi ilə tam müstəqil siyasət yürüdən Manna hökmdarı hətta Aşşurun sərhəd dəstələrinə belə hücum etməkdən çəkinmədi. Aşşur mənbələrində sərhəd qalalarının Manna tərəfindən tutulduğu haqqında məlumat verilir. Ahşeri Midiyada Aşşur əleyhinə baş verən üsyançılara da yardım etdi. Birləşmiş qüvvələr düşməni Midiyadan qovdu. Aşşur hökmdarı Aşşurbanipal mövcud vəziyyətlə barışmaq niyyətində deyildi. Hiləgər hökmdar qiymətli hədiyyələr göndərərək İskitlərin bitərəfliyinə nail oldu.
Beləliklə, Aşura qarşı formalaşan ittifaq parçalandı. Manna güclü düşmən qarşısında müttəfiqsiz qaldı. Eramızdan əvvəl 650-ci ildə Aşurbanipal Mannaya hücuma başladı. Aşiri ordusu ilə düşmənin qarşısına çıxdı. Baş verən qanlı döyüş Aşurbanipalın qələbəsi ilə yekunlaşdı. Bu məğlubiyyət Mannaya baha başa gəldi. Mannanın məğlubiyyətinin nəticələri: çoxlu sayda Mannalı əsir alındı, paytaxt İzirtu tutularaq dağıdıldı, əhali qarətlərə və talanlara məruz qaldı, çoxlu şəhər və qalalar talan edilərək dağıdıldı. Mannalılar bu məğlubiyyəti Aşşuriyə bağışlamadılar. O, Aşşur meyilli qüvvələrin başçılıq etdiyi üsyanda öldürüldü. Hakimiyyətə onun oğlu Ualli gəldi. Yeni hökmdar Aşşur ilə münasibətləri qaydaya salmağa çalışırdı. Tezliklə iki dövlət arasında ənənəvi ittifaq bərpa edildi. Manna bundan sonra Aşşur ilə ittifaqa sadiq qaldı. Eramızdan əvvəl 7-ci yüzilliyin sonlarında Midiya və Babil dövlətləri birləşərək Aşşura qarşı müharibəyə başladı. Birləşmiş qüvvələr əvvəlcə Aşşur dövlətinin varlığına son qoydu. Manna hökmdarları yaranmış şəraiti düzgün qiymətləndirə bilmədilər. Onların Aşşur ilə birlikdə çıxış etməsi müstəqilliyinin itirilməsi ilə nəticələndi. Manna eramızdan əvvəl 590-cı ildə Midiya tərəfindən işğal edildi. Təsərrüfat. Manna təbiəti olduqca rəngarəng idi. Dağlıq və düzənlik ərazilərin, bol sulu çayların olması maldarlıq və əkinçiliyin inkişafına əlverişli şərait yaradırdı. Əhali yaylaq-qışlaq maldarlığı ilə məşğul olur, iri və xırda buynuzlu malqara saxlayırdı. Atçılıq da geniş yayılmışdı. Mannada yetişdirilən cins atların şöhrəti qonşu ölkələrə də yayılmışdı. Aşur hökmdarı 2. Sarqon Uşqaya və Tarmakis, yəni indiki Təbriz qalaları arasında yerləşən yaşayış məskənini İlxılar evi adlandırmışdı. Mannalılar təsərrüfatda dəvələrdən də istifadə etmişdir. Urartu hökmdarlarından biri malqara sürüləri ilə yanaşı dəvələr ələ keçirdiyini fəxrlə yazırdı. Manna əhalisi taxıl, arpa, darı kimi dənli bitkilər becərmişdir. Həsənli adlı qədim yaşayış məskənində qazıntılar aparan alimlər burada anbarların olduğunu aşkar etmişlər. Anbarlardan müxtəlif kənd təsərrüfatı məhsullarının qalıqları tapılmışdır. Mannalılar tarlalarını ağac kötan və dəmir toxalar ilə şumlayırdı. Taxıl və arpa dəmir oraqlarla biçilirdi. Dəmir alətlərinin tətbiqi isə məhsuldarlığı artırırdı. Əhali bol məhsul əldə edir, artıq məhsullar anbarlara yığılırdı. Təsərrüfat yükləri 2 və 4 təkərli arabalarla daşınırdı. Müharibələr və ya quraqlıq baş verəndə anbarlara toplanmış məhsullardan istifadə olunurdu. Əkinçilikdə süni suvarmanın tətbiqi bol məhsul götürməyə şərait yaradırdı. Urmiya gölü duzlu olduğundan əkinçilik üçün yaramırdı. Buna görə də Mannalılar çaylardan arxlar çəkərək tarlalarını suvarırdılar. Bu arxların bəziləri yerin altı ilə çəkilmişdir. Aparılan qazıntılar zamanı uzunluğu 12 kilometrə çatan arxın qalıqları tapılmışdır. Mədəniyyət. Manna mədəniyyəti əsasən Həsənli və Ziviyyədə aşkar edilən nümunələr əsasında öyrənilmişdir. Mannalılar çoxsaylı şəhər qalalar inşa etmişdilər. Onların mərkəzində saraylar və məbədlər yerləşirdi. Həsənlidə aşkar edilən məbədin mərkəzində kərpiç meydança quraşdırılmışdı. Görünür, burada qurban ayinləri həyata keçirilirmiş. Aşır və Urartu mənbələri də Manna ərazisində çoxlu şəhər qalalar olduğu haqqında məlumat verir. Qalalar müdafiə üçün əlverişli yerlərdə tikilirdi. Şəhər qalalar böyük bir ərazini əhatə edən məskənlər idi. Bunlar daha ciddi şəkildə möhkəmləndirilirdi. Şəhərlərin iç qalaları, sarayları, məbədləri və digər memarlıq qurğuları vardı. Şəhər qalaların bəzisi hökmdar şəhəri adlanırdı. Belə məskənlərdə hökmdar, əyanlar, vilayət rəisləri yaşayırdılar. Şəhərlər həm də mədəniyyət, din və sənətkarlıq mərkəzləri idi. Şəhər qalaların yaxınlığında hündür yerlərdə xüsusi bürclər də inşa edilirdi. Yadelli hücumları zamanı bu bürclərdə tonqallar yandırılarmış. Mannanın Sangibutu vilayətində belə bürclər vardı.
Dağ zirvələrində bürclər ucaldılmışdı. Tonqallar yandırılıb yandırılmadığına gecə-gündüz göz qoyur və uzaqda olan çoxsaylı düşmən yaxınlaşdıqda xəbər verirdilər. Sənətkarlıq. Manna sənətkarları təbii ehtiyatların onlara verdiyi imkanlardan məharətlə yararlanmışlar. Sənətkarlar metal, ağac, sümük, gil, daş, mis, dəmir, gümüş və qızıldan müxtəlif əşyalar hazırlamışlar. Manna ustaları üzərində müxtəlif təsvirlər olan saxsı qablar, metal əşyalar və silindrik möhürlər hazırlamışlar. Tapılan əşyalar Mannalıların mənəvi dünyası haqqında qiymətli məlumatlar verir. Həsənli, Ziviyə və digər yerlərdən tapılmış, xüsusi zövqlə hazırlanmış sənətkarlıq nümunələri Manna sənətkarları haqqında təsəvvür yaradır. Həsənlidən tapılmış qızıl camın üzərində qatırlar və öküz qoşulmuş 3 döyüş arabası sürən tanrılar təsvir olunub. Bu günəş, ay və tufan tanrısı idi. Tanrıları kahinlər qarşılayır. Kahinlərin arxasında qurbanlıq qoyun gətirən 2 xidmətçi fiquru var. Onların saçları tanrılardan və kahinlərdən fərqli olaraq qısadır. Öküz qoşulmuş döyüş arabasını sürən tufan tanrısı müharibə tanrısı hesab edilir. Qatırlar qoşulan arabaları sürən tanrılar isə 2 çay arasında olan günəş və ay tanrıları ilə eyniləşdirilir. Həsənli qızıl camı üzərindəki təsvirlər Mannada çoxtanrılığın yayılmasını sübut edir. Ziviyədən tapılan qızıl əşya üzərində dirilik ağacı, onun ətrafında dağ keçiləri və qanadlı öküz təsvir olunmuşdur. Dirilik ağacı təbiətin ölməsi və dirilməsi inancı ilə bağlıdır. Manna sənətkarları silah, zireh və dəbilqələr hazırlamaqda da mahir idilər. Bu əşyalar adətən tunc və dəmirdən hazırlanırdı. Ağacdan isə əsasən tikintidə geniş istifadə olunurdu. Manna əhalisi ölülərin yanına müxtəlif əşyalar qoyurdu. Kişilər silahları, qadınlar isə bəzək əşyaları ilə birlikdə dəfn edilirdi. Qəbirlərin bəzilərində əşyalar çox, bəzilərində isə azdır. Tapılan müxtəlif əşyalar, şəhər qala qalıqları Mannalıların özünə məxsus yüksək mədəniyyət yaratdıqlarından xəbər verir. Gələcək Atropatena dövləti də bu mədəniyyətdən yararlanacaqdı.